Bir xanım gəlmişdi sizin yanınıza. Hamilə idi, səhv eləmirəmsə hamiləliyinin ilk aylarındaydı və xərçəng olduğunu siz ona dediniz ki, təəssüf ki, xərçəngdir və orada onun verdiyi sual var idi ki, uşağım sağ qalacaqmı? Namilə xanım, o videomuz 1 saat içində elbəttə bütün respublikada baxmayan adam qalmadı o videoya. Birisi nəyə görə? Orada sırf o ananın sualına Ananın görə. sualına Orada görə. ananın O çox sualı. incə bir məqam idi. Yəni adam öz sağlamlığını qoydu kənara, anında, yəni analıq instinkti Bəli, dediyimiz bu o olsa qızımızın gərək. 20 yaşı var. 20 yaş xanımın hər yerində ata metastaz var idi. Məsələ budur ki, xanımın 20 yaşı var və 2 aylıq ana idi artıq, ana olmuşdu. Ana olaraq ilk dediyi sual oldu ki, doktor bu mənim övladıma keçə bilərmi? O bizi nədən qorxdu? Hamiləlik vaxtı görsən övladıma keçibmi? Ya da süd vermişəm 2 aydır övladıma keçibmi? Bu sualı bir tibbi tərəfdən deyəcəm. Heç bir xərçəng anadan övlada südlə keçmir. Heç bir xərçəng süd verməklə və ya da doğuş zamanı və ya 9 aylıq hamiləlik müddətində oradan uşağa keçmir, rahat olsun xanımlar. Amma heç bir ananı Allah xərçənglə sınamasın, hələ-hələ birə gənc yaşda.